Magistr tələbələri, mən Amin Lətifov. Bilirsiniz ki, fevral ayının 15-i magistr üzrə imtahan keçirildi. Və bu imtahanda tələbələrin informatika fənni üzrə bir şikayəti var idi ki, bu şikayətə əsasən informatika fənni üzrə düşən məsələnin həlli kifayət qədər vaxt apardı. Əslində mən də suallara baxdım. Həqiqətən də informatika fənni üzrə düşən riyazi məsələlər kifayət qədər vaxt apardığından tələbə bu məsələni həll etməyə çəkdiyi vaxtda digər məsələnin həll edilməsinə kifayət qədər vaxtı qalmadı. Məsələn, məntiq və sair digər məsələlər. Və mən qərara gəldim ki, informatika fənni üzrə ta sıfırdan sizlərə məsələlərin ən qısa və sadə yolda həllini verim ki, sizlər imtahan zamanı bu məsələləri ən qısa və qısa və rahat şəkildə bu məsələni həll edib kifayət qədər vaxt qazanasınız. Çünki bizim əsas problemimiz imtahanda vaxt problemidir. Gəlin elə sözü uzatmadan informatika fənni üzrə sıfırdan başlayaraq sizlərə məsələlərin həll edilməsi yolunu qısa və sadə yolla izahını verir. İlk öncə mən bunu demək istəyirəm ki, bu məsələlərin hamısını bir videoda çəkmək mümkün deyil. Və mən sizlərə bu 2 ay müddətində, yəni növbəti imtahana qədər informatikada olan məsələlərin hər gün bir məsələnin sizlərə izahını verəcəm. Birinci məsələmiz bizim bilirsiniz ki, kodlaşdırma mövzusudur bizim informatikada və burada önəmli olan məsələlərdən biri kitabın səhifəsinin, simvolunun, yerləşdiyi əlifbanın, sətrinin və ya həcminin tapılmasıdır. Gördüyünüz kimi burada olan V bərabərdir S1, S2, S3 onun yerləşdiyi əlifbanın simvolu düsturudur ki, bu düsturla bəlkə də çoxunuz tanırsınız, lakin mən bugün sizlərə bu düstur haqqında biraz daha ətraflı məlumat verəcəm və bu düsturda önəmli olan faktorun hansı olduğunu göstərəcəm və onun necə tapıldığını da sizə öyrədəcəm. Dostlar, bilin ki, bizim burada düsturumuzda S1 kitabın sətrinin sayıdır, S2 simvolunun sayıdır, S2 simvolunun sayıdır, S3 aşağıdan yazıram ki, qarışmasın, bizdəki səhifələrin sayıdır, Ə isə həmin kitabın əlifbada tutduğu yerdir. Buna əlifbada tutduğu yer yazıram. Dostlar, bilin ki, burada sizdə S1, S2, S3 həmişə olduğu kimi qalır. Yəni bununla bağlı dəyişən bir şey yoxdur. Bu da əsas önəmli faktor Ə'dir. Yəni həmin kitabın yerləşdiyi əlifbadakı simvolların sayıdır. Dostlar, bilin ki, bu Ə'nin tapılması özü 4 istiqamətdədir. Birinci olaraq bu Ə ASCII-də tapılır ki, ASCII-də tapılarkən biz onu 1 bayta vururuq. S1-i, S2-ni, S3-ü vururuq 1 bayta. Əgər bizdən ASCII-də soruşsa həmin kitabın tutduğu yeri, biz o zaman 1 bayta vururuq. İkinci önəmli faktor isə Unicode-dur. Unicode-da olanda isə biz bunu 2 bayta vururuq. Ya da 2 üstü 1 bayta. Eyni bir şeydir. Bir də var ki, 2 üstü n ədədlərinin tapılmasında istifadə olunan konkret olaraq elə ədədlərdir ki, bunlar 2 üstü n şəklində yazmaq olur. Məsələn, 64 ola bilər, 32 ola bilər, 128 ola bilər. Bu da vacib qayda. Bunu bilin ki, siz burada kitabın yerləşdiyi səhifəni, sətri, simvolu və onun yerləşdiyi əlifbadakı simvolu tapmaq üçün siz əgər baxın, görün ki, bu verdiyi əlifba 64 əlifbalıq, 32 əlifbalıq, 128 əlifbalıq biz 2 üstü n şəklində yaza biliriksə, biz o zaman bunu bu yerləşən n-ə vururuq və yanına bit yazırıq həmişə. Digərlərində byte idi. Bu ikisi həmişə byte-a olur. Nəinki üstü varsa, nəinki daha doğrusu üstünə vurursunuzsa, siz onu bit şəklində yazırsınız. Məsələn, bu da 64-ü biz necə yaza bilərik? 2 üstü 6 kimi, o zaman biz bunu 6 bitə vuracağıq. 32-dir, biz 2 üstü 5 kimi yazacağıq. Onda biz onu 5 bitə vuracağıq. Məsələn, 128-i biz o zaman onu 2 üstü 7 kimi yazıb 7 bitə vuracağıq. Digər isə elə bir daha doğrusu ədədləri ki, onu heç cürə biz 2 üstü n kimi yaza da bilmirik. Məsələn, bunu yazalım 127 və s. Biz onu
ASCII-də də kodlaşdıra bilmirik, Unicode-da da kodlaşdıra bilmirik. O zaman biz nə edirik? Bizə konkret olmayan bir, məsələn, əlifba dediyi zaman biz o zaman bilirsiniz necə yazırıq? Biz o zaman onun yaxın olduğu, ona yaxın olan növbəti 2 n ədədinin üzərinə vururuq. Məsələn, nə demək istəyirəm? Yəni 31-in yaxın olduğu 2 elə bir ədəd varmı ki, tam olsun? Təbii ki, var. 2/5, təbii ki 32-dir. 31-in ən yaxın olduğu 32-dir. O zaman biz bunu 32-yə gətirib 2/5-ə, yəni 5 bitə vururuq. Məsələn, 61-in ən yaxın olduğu 2 üstü qüvvət hansıdır? Təbii ki 64-dür. Biz o zaman 2/6 kimi yazırıq bu 64-ü və nə edirik? 6 bitə vururuq. Məsələn, 127-dirsə biz onu artıq 2 üstü necə yazırıq? Təbii ki 7 kimi yazırıq. Çünki 128-ə yaxındır. 128 2 üstü 7-dir. Biz onu 7 bitə vururuq. Və uşaqlar, bu məsələnin daha yaxşı başa düşülməsi üçün biz mütləq şəkildə bunu bir misal üzərində göstərməliyik. Baxın, bizim misalımız budur. Misalda deyilir ki, kitabın hər səhifəsində 32 sətir və hər sətirdə 32 simvol var. 64 səhifəli bu kitabı Unicode, ASCII, 64 simvolu əlifbada və 96 simvolu əlifbada tutduğu yeri byte-da ayrı-ayrılıqda tapın. Uşaqlar, bu məsələni oxuyarkən sizin ağlınıza ilk olaraq, məsələn, bu məsələdən çox edəndə ağlınıza ilk olaraq o gəlməlidir ki, birinci olaraq burada sətir, simvol, 64 səhifəlik kitabda bu 3 faktor dəyişməz olaraq qalacaq biz hər birini tapanda. Bizi sadəcə dəyişənlər Unicode, ASCII, 64 simvol əlifba, 96 simvol əlifbada tapılarkən olacaq. Gəlin başlayaq. Birinci elə biz buradan düsturu yazaq. S1 bıraq, S2 bıraq, S3 bıraq, V. Daha doğrusu əlifbada tutduq. Gəlin birinci elə harda soruşur? Unicode-da soruşur. Unicode-da tapaq. Bizim düsturumuz nə idi? V bərabərdir S1 2 üstü, yəni 5 32-ni 2/5 kimi yazırıq və bu da 32 sətrin yerinə duruq. Yəni sətrin yerinə 2/5 yazırıq. S2 simvoldur. Onun da qarşısında nədir? Yenə o 32, biz onu 32-ni 2/5 kimi yazırıq. S3-ün qarşısında təbii ki S3 səhifədə qarşısında 64 yaranıbdır. 64-ü bizə 2/6 kimi yazırıq. Əlifba bizdə nədir? Unicode. Biz Unicode-u necə dedik? Unicode-da biz 2/1-ə və ya 2-yə vururuq. Və yanına həmişə byte yazırdıq. Düzdürmü? ASCII-də və Unicode-da byte yazırdıq. Bizə zaten neçə istəyir? Byte-da soruşur. 2/5, 2/5, 2/10, 2/6, 2/1. Nə edir? 2/17 byte. Deməli bunun Unicode-da tutduğu yer 2/17 byte imiş. Bəs ASCII-də necə olacaq? Yenə də biz sətir, simvol, səhifəni olduğu kimi yazacağıq. Çünki onlar dəyişməz faktorlar idi. Biz bunu artıq nə demişik? ASCII-də demişdik 1 byte-a vururuq. 1 byte-a vururuq. Bu nə edir o zaman? 2/16 byte edir. Onu deyə bilərik də. Deyə bilərik ki, məsələn bu Unicode bərabərdir 2 ASCII-yə. Düzdürmü? Çünki o zaman deyir ki, ASCII Unicode-un yarısına bərabərdir. Məsələn 1024 210-dur. Onun yarısı 512-dir. 209 deməkdir 512. Burada da 217-nin yarısı 216-dır. Çox adam bu 2 üstü məsələn 17-nin yarısını, olmasın 17, 218 olsun, onun yarısını 209 götürür. Yox, 218-in yarısı 217-ni 1 var azaldırır. 217-nin yarısı 216-dır. Üçüncü olaraq uşaqlar nədə soruşur bizdə? Gəlin ona baxın. 64 simvollu əlifbada soruşur. Biz yenə də baxın yazırıq. Simvolu olduğu kimi, sətri olduğu kimi, səhifəni olduğu kimi yazırıq. Amma 64 simvol əlifbası olanda biz dedik ki, əgər konkret olaraq 2-nin qüvvəti şəklində göstərə biliriksə, 2-nin qüvvəti şəklini göstərdiyimiz, yəni oradakı n, 200n-dəki n-ə vururuq. Nəyə vururuq? N-ə vururuq və onu bit şəklini yazırıq. Nədir? 264, 64 200n-də 206 deməkdir. O zaman onu biz 6 bitə vuracağıq. Bu nə edəcək? 2 üstü 5, 5, 6, 2 üstü 16 vur 6 bit və bizdə bunu nəydə soruşur? Byte-da soruşur deyə biz bunu byte-a çeviririk. Bitdən də byte-a keçəndə biz 2 üstü 3-ə bölürük. Yəni bu haqqda da mən sizə növbəti dərslərdə bitdən byte-a, kilobyte-a və ya kilobitdən kilobyte-a, kilobitdən megabitə və s. keçməyin yollarını öyrədəcəm. 2 üstü 13 vur 6 bit edir. Daha doğrusu byte edir. 64-də. Bəs dördüncü olan nədir? Dördüncü isə bunu 96 simvolu da tapılmasıdır. 96 simvolu əlifbada taparkən biz yenə də V-ni olduğu kimi yazırıq. Yenə simvolu yazırıq olduğu kimi, sətri olduğu kimi yazırıq, səhifələri olduğu kimi yazırıq. Lakin 96
biz dedik axı bayaq dövrümüzdə 96 məsələn olsun 47 və sair kimi ədəddə konkret bir iki üstü qüvvəti şəklini göstərə bilmirik ki, deyə onların yaxın olduğu, bax növbəti, yəni ondan yuxarıda olan növbəti yaxın olduğu 2 üstü n-in qüvvəti şəklində yazırıq. 96-nı necə yaza bilərik? Ona yaxın olan 2 üstü n qüvvəti hansıdır? 128-dir, düzdürmü? O zaman biz 96-nı necə yaza bilərik? 96 2 üstü 7 kimi yazırıq. Bax burada yazıram 96 2 üstü 7 kimi yaxın olur. Və biz buradakı 7 bitə vururuq. Dedik axı n-ə vurmalıyıq. N bitə və üzərinə vuranda da onu bit şəklində yazırdıq. O zaman biz bunu 7-yə vururuq və 7 bit yazırıq. Gəlin buradan aşağıdan yazaq. Yenə də 2 üstü 10, 2 üstü 16 vur, 2 üstü 7 bit. Və bizdə bitdə deyə bizdən byte-dı soruşur deyə biz bunu 2 üstü 3-ə bölməliyik. Bu da edir 2 üstü 13 vur 7 byte. Baxın bu qədər uşaqlar. Sətirdir, səhifədir, simvol və onun yerləşdiyi əlifbada həcminin tapılması sadəcə bir düsturu ilə, burada yazılım düsturu ilə tapılır. Sadəcə burada dəyişən faktoru ədir ki, yerləşdiyi əlifbadır ki, onun da bilməli olduğumuz vacib nüanslar bu hissələrdir. Sizlər bu hissələri bilərək bu məsələlərin istənilən birini həll edə bilərsiniz. Və deyim ki, sizdəki növbəti məsələlər olacaq ki, məsələn, sürət saniyə məsələn. Eynilə bunun kimidir. Bu düsturu biləndən sonra onu da edəcəksiniz. Vəssalam, bu qədər.